Bismillahirrahmanirrahim. İnsan çox zaman ətrafındakı səs-küyə aldanır. Cəmiyyətin çoxu bir istiqamətə gedirsə, biz də düşünürük ki, bəlkə də doğru yol elə budur. Lakin Allah Teala Qurani Kərimdə bizə xəbərdarlıq edir. Əgər sən yer üzündə olanların əksəriyyətinə itaat etsən, onlar səni Allahın yolundan azdırarlar. Bu ayə sanki zamanları aşan bir xəbərdarlıqdır. O bizə deyir ki, doğru olmaq üçün çox olmaq şərt deyil. Həqiqət hər zaman çoxluğun səsi ilə ölçülmür. İlahi baxışda dəyər çoxluqla deyil, haqdadır. Tarixə nəzər salsaq, Nuh Peyğəmbərin dövründə yer üzündə çox olanlar kim idi? Onunla birgə az sayda möminlər gəmiyə mindi. Amma xilas olanlar onlar oldu. Əksəriyyət azğınlıq içində batdı. İbrahim əleyhissalam bütpərəst bir toplumun içində tək idi. Amma haqq onun tərəfində idi. Musa əleyhissalam Fironun qüdrətli ordusuna qarşı azlıqda idi. Amma Allah onunla idi və dəniz onun üçün yarıldı. Bu misallar göstərir ki, haqq yol həmişə izdihamlı olmur. Bəzən o yol səssiz, tənha, amma nurludur. Bu ayə həm də bizə düşünməyi öyrədir. Kör-körənə tabe olmaq, insanların fikirlərinə aldanmaq, mədəniyyət və modaların axarına qoşulmaq, bunlar bizi Allahın yolundan uzaqlaşdırır. Çünki əksəriyyət çox vaxt zənnə, təxəyyülə və nəfsin istəklərinə tabe olur. Allah bizdən istəyir ki, düşünək, araşdıraq və haqqı dəlillə tanıyaq. Haqq yol bəzən səssizdir, lakin möhkəmdir. O yolu azlıqla gedilsə də, sonu Allahın rızasına çıxar. Unutma, haqqın tərəfində olmaq bəzən tək qalmaq deməkdir. Amma tək qalmaq qorxulu deyil. Çünki Allahla olan kəs heç vaxt tək deyil.